Və aleykum assalam və rahmetullah. Sual belədir ki, soruşmaq istərdim ki, halal olmayan yerdə kuryer işləmək icazəlidirmi? Əgər o işdə haramçılıq varsa, haramçı olan işdirsə, o işdə kuryer işləmək olmaz. Çünki bir işin özü haramsa, orada vasitəsil eləmək özü də haram sayılır. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, içki satılan marketlərdən alış-veriş etmək günahdır mı? Böyük marketlərdən ya balaca fərq etməz. Ümumiyyətlə, insan alış-veriş etdikdə çalışmalıdır ki, ona münasib olan yerdə al-ver eləsin, yəni evinə yaxın yerdə alış-verişini eləsin ki, ona çətinlik yaramasın və həmçində çalışmalıdır ki, haramlar satılmayan marketdən alış-veriş eləsin. Yəni, içki filan satılmasın. Və təbii ki, günümüzdə də belə bir şey, şəxsən Bakıda, belə bir market biz tanımırıq ki, orada içki, sigaret və ya da digər haramlar olmasın. Yəni, əksər marketlərdə, daha doğrusu demək olar ki, hamısında bu cür şeylər var. Əgər təbii ki, biz də oradan məcburiyyət qarşısına gedib alış-veri eləyirik. Çünki bizim başqa haramlardan uzaq olan belə bir marketimiz yoxdur, tanımırıq. Amma əgər insan bilirsə ki, misal üçün evinin yanında filan qardaşın marketi var və ya da ki, filan bacının orada marketi var və orada sigaretdir, nə bilim, içkidir və digər donus və digər haramlar yoxdursa, yalnız halal məhsullarsa, təbii ki, hətta belə deyək, vacib olardı ki, biz müsəlmanlara, kim ki, onun yanında yaşayır, vacib olardı ki, gedib, hətta alış-verişi oradan edək belə. Çünki ən azı haramdan qorunmuş olur və harama yardımçılıq etmiş olmuruq. Amma bu olmadığı üçün, təbii ki, bizim də gücümüz nəyə çatır, biz də onu edirik. Və aleykum assalam. Sual belədir ki, deməli, bura şəkil göndəriblər, yəni kitabın 3 şəklini çəkib göndəriblər. Yəni, Səid Nursinin, yəni ləqəbi də adını qoyublar ki, Bədiüzzaman, Səid Nursinin bir-iki dənə kitabının şəklini çəkib qoyublar ki, yəni bu kitablardan oxub elm öyrənməli olaraq yoxsa yox, buna bizim bilmənalı olacağımız budur, xeyr. Olmaz, çünki bu kitablarda heç bir Quran və sünnədən elm yoxdur. Quran və sünnədə elm yoxdur. Və ümumiyyətlə, Bədiüzzaman, yəni deyilən Səid Nursinin 20-ci əsrin, yəni keçən əsrdə hansısa bir elmi dərəcəsi, rütbəsi olması barəsində isə heç bir alimlər bunu təsdiq etməyiblər. Yəni, bildiyimiz sələf alimlər bunu elm əhli kimi təsdiq etməyiblər. Bəli, o, Osmanlı xəlifəliyin sonlarında və həmçində Atatürk hakimiyyətin əvvəlində yaşayıb və Atatürkün hakimiyyətə gəlməsinə yardımçılıq eləyib və sonra isə Atatürkün deməli, məhkəməsi tərəfindən də həbs olunub və uzun müddət türmələrdə də qalıb və özü isə sufi təriqətində olub və onun yazılan kitabların əksəriyyəti isə Quranı özünün başa düşdüyü formada, yəni təfsir eləməsidir. Və bu da təbii ki, Quran və sünnəyə müxalifdir. Və ümumiyyətlə, əgər elmi bir kitab oxumaq istəyirsinizsə, əlhəmdülillah, Allah subhanətlə bizim tələbələrimizə bərəkət versin. Mədinə tələbələrin kifayət qədər, yəni tərcümə olmuş kitabları var Allahın izni ilə və onlardan hər hansısa birini götürüb oxusanız, inşallah faydalanarsınız Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, dövlət işində işləyən əxi saqqal saxlaya bilmir, işdən icazə vermirlər. Bu ona günah yazılırmı? Təbii ki, günah yazılır. Yəni, heç bir iş Allah subhanətənin əmrini təxirə sala bilməz. Heç bir iş Allah subhanətənin əmrini təxirə sala bilməz. Yəni, əgər insan elə bir yerdə işləyirsə ki, onun işdə saqqal saxlama qoymurlarsa və hər gün bu günah etməyə vadar qalırsa, o zaman Allah subhanətələ dua eləsin və elə bir iş özü üçün tapsın, işləsin ki, o orada həm dinini yaşaya bilsin və həmçində ailəsi üçün ruzu qazansın və həmçində Allah subhanətəlaya asi olmasın. Çünki qiyamət günü bizim tərk elədiyimiz ibadətlər və elədiyimiz günahlar və bunların qarşılığında əldə etdiyimiz dünya mənfəətləri, onların heç birinin qiyamət günü, heç birinin bizə bir faydası olmayacaqdır. Əksinə biz elədiyimiz günahlara görə cavab verəcəyik. Allaha qarşı asi olduğumuza görə cavab verəcəyik. Ona görə insan əgər övladı üçün, ailəsi üçün orucu qazanırsa, Allahın izni ilə Allah subhanətələ dua eləsin ki,
Allah Teala ona elə bir iş nəsib eləsin ki, orada həm asilik olmasın və həmçində halal ruzi qazansın və həmçində Allahın əmrini yerinə yetirsin. Və aleykum assalam və rahmetullahi bərəkatü. Sual belədir ki, bir bacı soruşur ki, gecələr çox qorxuram, oyaq halda elə bilir əlinə, ayağına nəsə dəyir, ya da otaqda kimsə olduğunu düşünür. Bir neçə gündür ki, bu hal təkrarlanır, yata bilmir qorxudan. Bacıya nə məsləhət edərdiniz? Əvvəla bacıya nəsihət onu edərdi ki, bacı səhər axşam zikirlərini mütəmadi olaraq eləsin. Yəni, sübhdən olan zikir və axşam zikrini, yəni səhər axşam zikirlərini tamamilə yerinə yetirsin. Və gün ərzində çoxlu istiğfar eləsin. Gün ərzində çoxlu istiğfar eləsin. Və gün ərzində heç olmasa 3 gündən bir evində Bəqərə surəsini kamil halda oxutdursun. Və həmçində bir balona su, içməli su, deməli, balona doldursun və ora ruqya ayələri oxusun. Yəni, 7 dəfə Fatihəni, 3 dəfə Fələq, 3 dəfə Nəs, 3 dəfə İxlas surəsini, 3 dəfə Ayətül Kursun və 3 dəfə də Bəqərənin axır 2 ayəsini həmən suya oxusun. Və gün ərzində həm özü içsin, həm də gündə 3 dəfə, 4 dəfə, 5 dəfə o sudan yarım stəkana süzsün və əli ilə, deməli, bütün evin küclərinə sıçrasın Allahın izni ilə. Və həmçində evdə divarlarda şəkil falanlar varsa yığışırsın. Və həmçinin onun servantında insan şəkilləri olan, ya da canlı şəkilləri olan bagemalar, ondan sonra madonalar, servizlər, bu kimi şeylər varsa, onların hamısını oralardan yığışırsın, heç birini üzdə saxlamasın. Çünki bunlar hamısı şeytanın qarabasmalarına səbəb olan hallardır. Və belə görsənir ki, bacı artıq qorxu canına müəyyən miqdarda işləyib və bacıda artıq qarabasmalar başlayır. Amma Allahın izni ilə, yəni o bacı bizim bu sualın cavabını qulaq assın və inşallah ki, elə indidən ona əməl eləsin, yəni sabahı gözləməsin, elə indidən nəyi bacarırsa bunlardan eləsin və inşallah 10 gün ərzində bu qorxu Allahın izni ilə uzaqlaşıb gedəcək. Və aleykum assalamətullah. Sual belədir ki, çoxdan belə bir şey eşitmişəm. Allah deyir, mənlə danışmaq istəyirsənsə dua et. Mənim səninlə danışmamı istəyirsənsə Quran oxu. Bilmək istəyirəm ki, belə bir deyim varmı? Varsa bu harda yazılıb? Qudsi hədis ya Peyğəmbərimiz deyib, yoxsa Peyğəmbərimiz deyib. Ümumiyyətlə, mən belə bir şey hədislərdən eşitməmişəm. Bunun bəzi, belə deyək, arif insanlar bunu zikr edirlər ki, yəni Allah, deməli, Allahla danışmaq istəyirsənsə deyir, Allaha dua elə, yəni sanki Rəbbi ilə danışırmış kimisən. Yox, əgər Allah Subhanahu sənlə danışmağını istəyirsənsə, o zaman Quran oxu. Çünki sən Quran oxuyanda sanki elə bil ki, Rəbbinin sənin danışdığını hiss eləyirsən. Yəni, elə zənn eləyirsən, elə düşünürsən ki, yəni bu şeyləri Allah Teala sənə xəbər eləyir. Ki, filan qövmündə belə hadisə oldu, filan kəs belə elədi, filan Peyğəmbərin qövmü belə oldu, bu cür oldu. Yəni, bu hədislərdə gəlməyib. Bu, bəzi ariflərin sözündə gəlib və əsas məqsədlərdə insanları duaya və Quran oxumağa şövq etmələrdir. Amma hədislərdə Allahın izni ilə belə bir şey eşitməmişik. Və aleykum assalamətullah. Sual belədir ki, namaz qıldıqdan sonra corabın altının biraz deşildiyini, yəni cırıldığını gördükdə namaz səhiydirmi? Ümumiyyətlə, cırıq coraba məhz çəkilməsi barəsində 4 məsələdə rəylər var. Bəzi alimlər deyir ki, orada deməli, cırıqların miqdarı onun 1/4 qədərindən az olmalıdır. Bəziləri deyirsə 3 barmaqdan az olmalıdır və səhih budur ki, əgər ki, corabda bir neçə cırıq varsa, 1, 2, 3, 4 fərqi yoxdur, cırıqlar varsa və sən hələ də onu corab kimi istifadə edib geyinirsənsə, yəni onların cırıqları sənin üçün önəm daşımır və sən onu corab kimi istifadə edirsən, geyinirsənsə, bəli, onun üstünə məhz çəkə bilərsən. Amma yox, onun cırıqları həddindən artıq çoxdur. O mənada ki, o artıq corab kimi geyinilə bilmir. Barmaq dayanmır, dabaq dayanmır, topuq dayanmır və s. Bəli, bu halda onun üzərinə məhz səhih deyil. Amma deşiklərin altında bir dənə, üstündə 1-2 dənə, və ki, barmağının biri qıraqdan çıxır, biri altdan deşiyi var və s. Bu kimi deşiklərin sayına, ölçüsünə baxmayaraq, əgər corab kimi onu geyinmisənsə, bəli, onun üstünə məhz çəkmək də səhihdir. Və aleykum assalamətullah. Sual belədir ki, Fatihədən sonra fərq varmı hansı surəni oxumaq lazımdır? Xeyr, Fatihədən sonra heç bir surənin fərqi yoxdur.
Yəni, əsas Fatihədir və Fatihədən sonra hansı surəni istəyirsənsə onu da oxuyasan və namaz da səhih sayılır. Çünki Fatihədən sonra oxunan surə sünnədir. İnsan istər böyük ayələrdən, istər balaca ayələrdən oxusa, inşallah ki, namazı səhihdir. Və aleykum əssalam. Sual belədir ki, vitr namazında qunut duasını oxumaq lazımdırmı? Xeyr, lazım deyil. Yəni, vitr namazında qunut vacib deyildir. Qunut vacib deyil. Bəli, istəsə Allaha dua eləsin, bağışlama eləsin, eləyə bilər, qunut tuta bilər. Amma istəmirsə, sadəcə vitrini qılıb və salamını verib namazını bitirə bilər. Yəni, vitrdə qunut vacib deyildir. Düzdür, bəzi məsələlərdə, ələxüsusdə Şafi məzhəbində bu vacib kimi sayılır. Hətta Hənəfi məzhəbinin bəzi rəylərində bu vacib sayılır. Amma səhih budur ki, Allah Rasulundan sallallahu aleyhi ve sellemlə vitrdə qunutun vacib olması barədə heç bir hədis varid olmayıb. Allah Rasulü sallallahu aleyhi ve sellem müəyyən vaxtlarda, yəni müəyyən sınaqlar, fitnələr olan zaman, bir müharibə ərəfəsində zat bu halda olanda ehtiyac olduğu zaman bəli, hətta vaxt olur ki, bir ay dalbadal qunut tutub. Amma bu, onun vacibliyini dəlat eləmir. Yəni, insan sıxıntı, istirab içindədir. O sıxıntı onunla bitənə qədər, bəli, dua eləyə bilər. Yəni, bitirdə qunut tuta bilər. Amma o hal olunan çəkildən sonra, bəli, insan qunutunu dayandıra da bilər. Yəni, bu o deməkdir ki, qunut bitirdə vacib deyil. Və aleykum assalam. Sual belədir ki, namazı bitirdikdən sonra zikr edərkən bilmədən əvvəlcə Allahu Akbar, Əlhəmdülillah deyib sonra Subhanallah dedikdə yanlış olurmu? Çünki Allahu Akbar sonda deyilir. Əgər insan unutqanlıqdan və ya da xata ilə, yəni bu cür edibsə inşallah heç bir problem yoxdur. Əsas odur ki, say düzəlsin. Amma sünnəyə müvafiq olan odur ki, orada tərtibdən gəlsin. Subhanallah, Əlhəmdülillah sonra Allah Akbar gəlsin. Əgər insan xata edib, yəni yerlərini səhv salıbsa, inşallah burada problem yoxdur. Yəni zikri səhihdir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, deməli, dini plakatlar var, evdə hədiyyə verilib, üzərində ayələr var. O plakatları nə edək, evdə saxlayaq, yoxsa nə mümkünsə yol göstərərdiniz. İlk öncə onu tövsiyəmiz odur ki, çalışın onları divarlara asmayın. Çalışın onları divara asmayın, çünki onların divardan asılmağına qadağan gəlib, yəni nəh gəlib. Ona görə etməsəniz bunu daha yaxşı olar. Amma o ki, qaldıysa ki, dini plakatlardır və orada hətta sonu başqa bir cahil insana versəniz, onun üzərində şirk eləyə bilərlər, Allaha asil eləyə bilərlər. O zaman təbii ki, siz onları yandırsanız daha yaxşı olar. Yəni onları yandırsanız və canınızı qutarsanız onlardan daha yaxşı olar. Çünki siz onları başqa bir cahil insan hədiyyə versəniz, Allah qorusun, onlar onu daha da böyüdüb, daha da şişirdib, hətta şirk belə vasitə ola bilər onlar üçün. Ona görə imkanınız varsa yandırsınız inşallah daha yaxşı olar. Və aleykum assalam. Sual belədir ki, mən səhər axşam zikirlərini yadında saxlaya bilmirəm. Amma sübh namazı və məğrib namazının fəzlərindən namazımı pozmadan 100 kərə la iləhə illallah vəhdahu la şərikə ləhu mulk və ləlhəmdu və huvə lə kulli şeyin qadir zikrini edirəm. Bu zikri axşam və səhər zikirlərini əvəz edərmi? Yerdə qalan 3 namazların fəzlərində də ayrı-ayrı 10 kərə, 100 kərə zikirləri edirəm. İllərdir bunu özümə olardır kimi edirəm. Allah elmizə bərəkət versin. Düzdür, bu dediyiniz la ilahe illallah vahdahu la şerike lehu mulk ve lehu'l hamdu ve ala kulli şeyin qadir. Səhər axşam 100 bunu eləməyiniz çox gözəldir. Çünki bu zikir mütləqən olaraq gün ərzində şeytanın vəsvəsindən, cadudan, tilsimdən qorunmasının əsas mühüm zikirlərindən biridir. Amma sübh və axşam zikirləri bununla bitmir. Bu, o sübh və axşam zikirlərindən sadəcə biridir. Və siz əgər hətta yadınızda saxlaya bilmirsinizsə də belə, siz götürün Müsəlman Qalası kitabını və sübh namazını qıldıqdan sonra, yəni səhər axşam zikirləri vaxt açın həmən o kitabdan və o kitabdan oxuyun. Yəni əzbər deməyiniz şərt deyil, şərt onu deməyinizdir. İstər kitabdan, istərsə hifzdən, yaddaşdan. Ona görə əzbər bilmirsinizsə, yadınızda qalmırsa da belə eyib etməz, amma açın kitabı və kitabdan tamamilə səhər axşam zikirlər mütləqən olaraq edin. Çünki bunun insana xeyrindən başqa heç bir
zərəri yoxdur. Yalnız insana xeyir verir və faydası vardır və gün ərzində insan imanını qaldırır, təqvasını qaldırır və gün ərzində insanı şeytanın hiləsindən, vəsvəsəsindən, qarabasmalarından, caddan, tilsimdən, sehirdən qoruyur Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, deməli, biri deyir, filan kəsin oğlu olsun, qurban kəsərəm. Ya deyir ki, qurban kəsərəm, paylayaram, yemərəm. İnsan tanıyıram ki, 19 ildir hər il uşağın adına qurban kəsir, paylar, yemir. Dində belə bir şey varmı? Bu insanlara məsləhət verin. Ümumiyyətlə, dində nəzir demək bəyənilmir. Çünki Peyğəmbər s.ə.v nəzir deməkdən nəhy elib, yəni qadağan elib. Allah Rasulü buyurur ki, İnnəmə yüstəxrəcü bihə minəl bəxil. Yəni, nəzir demək, Allah Rasulü deyir ki, o heç bir şey dəyişmir, o yalnız paxıllardan çıxır. Yəni, yalnız paxıllardan çıxır. Yəni, insan paxıldır və Allah üçün qurban kəsmək istəmir və deyir ki, filan işim olsun, qurban kəsəsəm. Və o iş olur, sonra isə insan başlayır qurban kəsməyə. Və Allah Rasulü bildirir ki, bu nəzir Allahın qədərindən olacağın heç bir şeyin dəyişmir. Nə olacaqsa, o da olacaq. Sadəcə bu cür qurban kəsmək o cür paxıl insanlardan çıxır. Normal halda insan qurban kəsmək istəmir, yalnız nəzir deyərək qurban kəsir. Amma o ki, qalsa ki, bəli, insan əgər nəzrində deyibsə ki, mən onu kəsib paylayacam, yeməyəcəm, deməli o kəsib paylayıb və yeməməlidir. Yəni, nəzir necə deyibsə, o cürdə olunmalıdır. Əgər desə ki, Allah üçün kəsəcəm, niyyəti olub ki, bir pay özünə götürsün, qalan paylasın, belə eləyə bilər. Amma yox, tələffüz edibsə ki, Allah üçün kəsib paylayacam və yeməyəcəm, bəli, o kəsib paylayıb və yeməməlidir. Çünki nəzir, onun dediyi nəzirə bağlıdır. Nə cür deyibsə, o cürdə yerinə yetirilməlidir. Və aleykum assalam. Sual belədir ki, cümə günü dünyasını dəyişən ölülər deyirlər ki, sorğusalsız cənnətə qazanılır. Bu düzgündürmü? Xeyr, belə bir hədis yoxdur. Yəni, cümə günü ölən insanın sorğusalsız cənnətə getməsi, belə bir hədis falan yoxdur. Amma cümə günü ölən müsəlman, bu onun yaxşı əlaməti sayılır. Bu onun yaxşı əlaməti sayılır. Və ki, bəzi rivayətlərdə bu gəlib. Yəni, cümə günü hər hansısa bir müsəlman ölürsə, bu onun üçün yaxşı əlamətdir. Amma sorğu-sualsız cənnətə getmək demək deyil. Hədislərdə sorğu-sualsız cənnətə gedən insanlar barədə hədis vardır və bu hədisdə Allah Rasulü buyurur ki, 70 insan olacaq ki, onlar cənnətə sorğu-sualsız gedəcəklər. Dedilər, ya Rasul, onlar kimlərdir? Dedi, onlar o kəslərdir ki, onlar yalnız Allaha təvəkkül edərlər və heç bir ruqiyyə tələb eləməzlər. Kiminsə onlar üçün ruqiyyə oxumağını istəməzlər və düşər-düşməzlə iman gətirməzlər və onunla müalicə almazlar. Və bu 4 əməli özündə cəm edən insan Allahın izinə cənnətə sorğu-sualsız gedən insanlardandır. Amma cümə günü ölmək isə qətiyyən bu kimi hədislərə aid deyildir. Bəli, yaxşı əlamətdir, amma ki, sorğu-sualsız cənnətə girmək demək deyildir. Və aleykum assalam. Sual belədir ki, ölü axşamdan öləndə onu tək qoymalıyıq, yoxsa yanında oturmalıyıq? Təbii ki, sünnədə belə bir şey gəlməyib ki, insan ölübsə, onun yanında kimsə otursun, səhərə kimi gözləsin. İnsan ölübsə, artıq onun dəfn mərasimindən hazırlaşmaq lazımdır. Misal üçün, əgər insan gecə 2-də 3-ün yarısı ölübsə, təbii ki, dərhal onu yusunlar, kəfənləsinlər və onun cənazəyə hazırlasınlar. Və cənazə də artıq sübh namazını qılıb, dəfninə hazırlasınlar. Yəni, apasına dəfn eləməyə. Sübh namazını qılıb, sonra cənazəni qılıb, apasına dəfn eləməyə. Yəni, ümumiyyətlə, ölünü gözlətdirmək, çox vaxt keçirmək olmaz. Peyğəmbər s.ə.v buyurub ki, əgər bir insan dünyasını dəyişdirsə, onu təcili yuyun, kəfənin, cənazəsini qılın, aparın, basırın. Ona görə ki, o xeyirli insansa Allahın xeyrini geçsin, qovuşsun, yox, əgər şər insansa şəri sizdən tez uzaqlaşsın. Bu baxımdan da bəyənilmir ki, ölü öldüsə, otur, gözlə, səhərə kimi qal. Yəni, tutam ki, axşam 10-11 üçün öldüsə, əgər bacarırlarsa, elə dərhal yusunlar, kəfənəsin, cənazəni qılsın, aparıb bastırsınlar. Yox, əgər vaxt baxımdan buna çatdıra bilmirlərsə, o zaman sübhə hazırlasınlar, sübhü qılıb və dərhal cənazəni qılıb aparsınlar, dəfn eləsinlər. Amma hətta gecədən yub kəfəni və səhər sübhü gözləyirlərsə belə, o zaman onun yanında kimsə oturmağın heç bir lüzum yoxdur. Çünki sənin onun yanında oturmağın heç bir faydası filanı yoxdur. Nə də ki, hədislərdə də bu gəlməyib. Aleykum assalam. Sual belədir ki,
evdə divardan dini şəkillər asmaq olarmı? İbn Baz Rəhməllahın bu barədə fətvası vardır. Yəni İbn Baz Səudi Ərəbistanın müftilər heyətinin başçısı olduğu zaman İbn Baz Rəhməllahın belə bir fetvası var idi ki, yəni evlərin divarlarını ayətlərlə, dini şəkillərlə bəzətmək olmaz. Hətta Şeyx İbn Baz Rəhməllah onların alış-satışını belə icazəli görmürdü. Və evlər də ayətlərlə və ya da dini şəkillərlə bəzətmək olmaz. Yəni, evdən insan asa bilər, misal üçün, təbiət şəkili, meşə, ağac və s. Ancaq dini ayinlər və ya da ki, dini şəkillər və ya da ki, canlı məxluqatların şəkillərin bunları isə asmaq olmaz. Və aleykum assalam. Sual belədir ki, namazda ikinci rükətdən üçüncü rükətə qalxanda təkbiri unutsaq nə edək? İnsan əgər namazda deməli ikinci rükətdən üçüncü rükətə qalxanda təkbir unudubsa, o zaman insan deməli salam verməmişən qabaq 2 dənə səhv səcdəsi edir, sonra isə salam verir. Yəni həmən insan namazın olduğu kimi davam eləyir və heç bir dəyişiklik eləmir. Sadəcə sonuncu təşəhhüddən sonra salam verməyə az qalmış, yəni təşəhhüd edir. Artıq salam verməmişdən öncə, yəni təşəhhüdünü bitirəndən sonra 2 dənə səhv səcdəsi edir, sonra isə salam verir və bu da onun buraxdığı bu xatanı bərpa edir Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, uşaq olanda uşaq üçün qurban kəsmək icazəlidirmi? Nəinki qurban kəsmək icazəlidir? Hətta bu barədə Allah Rasulü s.ə.v hədisdə də buyurub ki, Allah Rasulü söylüyor ki, oğlan uşağı üçün 2 qurban, qız uşağı üçün 1 qurban kəsilir. Və bu nəinki icazəli olmasın, hətta şəriətin, belə deyim, buyurduğu bir əməldir. Alimlər deyir ki, əqiq qurbanı uşağın boynundan düşmür. Hətta böyük boya başa çatsa da belə, atası, anası onun yerinə kəsmirsə də belə, o zaman övlad atasının, anasının yerinə özü üçün əqiq kəsməlidir. Yəni bu dərəcədə Allah Rasulü s.ə.v bu əqiqi tövsiyə edib. Və aleykum assalam. Sual belədir ki, mən dünən doğuşan barədə sual verdim, amma bir şey yadımdan çıxdı. Namaz qılarkən doğuşan gəlib qabağımdan keçsə namazım batil olur. Pişik də olmur, bilən, bəs doğuşanda, xeyr, doğuşan da pişik kimidir. Sizin qabağınızdan əgər doğuşan keçsə, inşallah namazınız batil deyil, namaz səhihdir. Namaz səhihdir. Yəni, insanın qabağına doğuşan keçəndə namaz batil olmur. Və aleykum assalam. Sual belədir ki, namazdan sonra zikr edilir. Subhanallah, həmdə Allah akbar. Onlar zikri bu qaydada etmək. Allah akbar, elhamdülillah, subhanallah. Zəhmət olmasa izah edə bilərsiniz. Ümumiyyətlə, sünnədə varid olan namazdan sonraki zikirlər, namazdan sonraki zikirlərin ardıcılığı belədir. Subhanallah, elhamdülillah, Allah akbar. Bax, sünnədə bu varid olub. Sünnədə bu varid olub. Amma kimsə isə onların yerin, yəni Allah akbəri əvvələ, sonra elhamdülillah, sonra subhanallah deyilsə, bu adamın elədiyi əməl sünnəyə müxalif sayılır. Çünki Allah Rasulü sallallahu aleyhi və səlləm onu elə etməyib. Və həmçində Allah akbar, elhamdülillah, subhanallah, bunlar gündəlik namazdan əlavə olanda gün ərzində edilən zikirlərdən də sayılır. Amma siz namazdan sonra edilən zikir etmək üçün hökmən ardıcılığa fikir verməlisiniz. Yəni, birinci subhanallah, sonra elhamdülillah, sonra Allah akbar zikri gəlməlidir. Və aleykum assalam. Sual belədir ki, mən 2-3 aylık səfərə çıxmışam, namazları qısaldıb 3 dəfə qılmalıyam, yoxsa necə? Bunu izah edərdi zəhmət olmasa. Əgər siz uzun müddətli səfərə çıxmışsınızsa və siz namazları hökmən qısaltmalısınız, bu birinci. Yəni, müsafir namazdan qısaltmalıdır. Yəni, 4-ləri 2 qılmalıdır. Amma məğrib və sübh namazı olduğu kimi yerində qalır. Amma sizin namazı birləşdirməyiniz isə, yəni 5 namazı 3 vaxta qılmağınız isə, o sizin ixtiyarınızdan asılıdır. Əgər sizin çətinliyi, sıxıntınız, probleminiz varsa, o zaman bəli, birləşdirə bilərsiniz. Amma yox, evin içindəsiniz. Namazdan namaza bütün evin içindəsiniz, boş vaxtınız varsa,
o zaman hər namazı öz vaxtında siz qısaldılmış formada qıla bilərsiniz. Qısaldılmış formada qıla bilərsiniz. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, deyilənə görə bir şəxs ibadət əhli olub, lakin buna baxmayaraq içkini, sigareti tərkdə bilmirmiş. Bir alimə bu haqda müraciət edib, alim də ona belə deyib ki, hər sigaret və ya hər içki yadına düşdükdə 2 rükət namaz qıl və kişi də edib və bir müddətdən sonra pis vərdişi tərk edib. Yəni, bu deyilən doğrudurmu? Deyilənə görə hər hansısa pis əməl şeytandandırsa, 2 rükət namaz qıl, çünki şeytan hər də bu əməlin savabını dözməyib öz işindən əl çəkir. Yox, bunun hansısa bir alimin dediyini bilmirəm, amma bəli, insan belə eləyə bilər. Çünki insan hər də bir günah etmək istəyəndə o vaxtını 2 rükət namazı həsr eləsə, inşallah ki, bəli, şeytan ondan uzaqlaşıb gedər. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnəs-salətə tənhə ənil fəhşəyə vəl-munkar. Həqiqətən namaz insanı pis və münkar işlərdən çəkindirir. Bu o deməkdir ki, yəni insan tutan ki, sigaret çəkmək istədiyi zaman, elə dərhal geçsin dəstəmazla 2 rükət namaz qılsın və gələn dəfə yenə artıq insana həmən günahdan olan asılqanlığın azaldacaqdır. Yəni insan artıq hər dəfə günah yadına düşdüyü zaman 2 rükət namaz qılanda artıq onun bütün fikri, zikir, ibadətdə qalır və bu günahdan meylin çəkir. İnşallah ki, bəli, belə bir şey eləmək olar. Yəni, təkidət baxımından insan belə bir təcrübədən istifadə edə bilər. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, qurbanlıq qoçun boynuzu olması şərtdirmi? Xeyr. Qurbanlıq qoçun boynuzu olması şərt deyil. Şərt odur ki, qoyun cinsinin olan heyvanın ömrü 6 ay olmalıdır, keçi cinsinin olan isə ömrü 1 il olmalıdır, inək cinsinin olan isə heyvanın ömrü 2 yaş olmalıdır, dəvə cinsinin olan isə heyvanın ömrü isə 5 yaş olmalıdır. Bax, bu yaş həddi şərtdir, amma boynuzun olub-olması isə şərt deyil. Düzdür, bəzi alimlər deyir ki, əgər onun 2 boynuzu varsa, biri qırılıbsa, bu onda nöqsan sayılır. Çünki o zahirən nöqsan deməkdir. Amma səhih budur ki, inşallah ki, boynuzun birinin qırılması ki, şərt deyil. Şərt onun qulaqlarının, gözlərinin, ağzının, burnunun yerində olması və əzalarının yerində olmasıdır. Axsaq şikəs olması deyil. Axsaq şikəs heyvandan qurban olmur. O, həmçində kördan, qulağı kəsikdən və s. bundan əqiq olmur. Çünki heyvan zahirən nöqsanlı heyvan sayılır. Və aleykum assalam. Sual belədir ki, krivetka və xərçəng yemək haramdırmı? Bir də ki, biz halal və haramlar haqda hardan, hansı kitab və saytdan öyrənə bilərik? Ümumiyyətlə, dəniz məhsulları, mütləqən dənizdə yaşayan heyvanlar halaldır. Hətta onlar ölü tapılsa da belə iyləməyiblərsə, bismillah deyib, pişirib yeyə bilərsən. Yəni, dəniz heyvanları, krivetka, xərçəng, balıq və balıq növləri, bunlar halaldır. Hətta ölüblərsə də belə, icad yoxsa götürüb pişirib yeyə bilərsən. Çünki Peyğəmbər sallallahu dəniz barədə buyurub ki, "Huvat-tahuru ma'hu vel-hillu meytatuhu." Onun suyu pak, təmiz və heyvanları isə, ölüləri isə halaldır və ölüləri də halaldır. Və dəniz məhsulları da bəli halaldır. Əgər mütləqən suda yaşayan heyvanlarsa, onlar halaldır. Amma o ki, qalsa ki, halal və haram hansı kitabdan oxuya bilərsiniz? Mən bildiyim qədər, bir 10 il əvvəl təxminən halal və haramlar adında kitab tərcümə olunub. Halal və haramlar barədə kitab tərcümə olub. İnşallah ki, bu barədə kitab sıran qardaşlara müraciət etsəniz, o kitabdan sizə bir nüsxə təşkil edərlər Allahın izni ilə. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, əgər uşaqlarımız üçün uşaqlıqda əqiq kəsməmişiksə, böyüdükdən sonra əqiq kəsməliyik və ya da kəsmək lazımdır? Bəli, kəsmək lazımdır. Əgər siz uşaqlıqda uşağınıza imkan olmayıbsa, kəsməmişsinizsə, o zaman uşaqlar böyüdükdə də belə onlara əqiq kəsilməlidir. Əgər valideyn övladın yerinə əqiq kəsməyibsə, övlad öz yerinə, yəni valideynin yerinə özü üçün əqiq kəsə bilər. Yəni, əqiq uşağın boynundan düşmür. Nə vaxt imkan varsa, o vaxtda kəsilməlidir. Aleykum assalam. Sual belədir ki, deyilənə görə ruqya tələb edən şəxs qiyamət günü
7 sinif insanlardan olmayacaq. Bu haqda ətraflı yazardınız. Ümumiyyətlə, qiyamət günü 7 sinif insan deyilən bir şey yoxdur. Qiyamət günü 7 sinif insan, onlar Allah Subhanahu Taala'nın xəlq elədiyi kölgədə kölgələn insanlardır. Və orada da bu ruqya məsələsi yoxdur. Ruqya məsələsi o hədisdə gəlib ki, Allah Rasulü söylüyor ki, qiyamət günü 70 min insan cənnətə soru-sualsız gələcəkdir. Və dedilər, ya Rasulullah, bunlar kimlər? Dedik, onlar o kəslərdir ki, onlar kimləsə ruqya tələb eləməzlər. Ondan müalicə eləməzlər. Onlar düşər düşməzliyə inanmazlar və yalnız Rəblərinə təvəkkül edərlər. Bax, bu 4 vəsilə özündə cəm eləyən insan qiyamət günü 70 min insanlardan olacaq ki, onlar cənnətə soru-sualsız girəcəklər. Allahımə bizi cənnətə soru-sualsız girən qullarından elə. Və aleykum əssalamətullah. Sual belədir ki, səcdə hansı duaları etməliyik, öz dilimizdə dua etmək olarmı? Hər rəkətdə səcdə nə qədər durmalıyıq? Ümumiyyətlə, səcdənin uzadılması o rukudan az olmalıdır. Yəni, insan namazı ən uzun qiyamda olmalıdır, sonra qiyamdan biraz qısa rukuda olmalıdır və rukudan da biraz qısa, deməli, səcdə olmalıdır. Və səcdə rukudan qısa olmalıdır. Və insan səcdədə istədiyi duanı eləyə bilər. Əgər asilik, küfür, şirk dua deyilsə, istədiyi duanı rukuda, səcdədə eləyə bilər. Hətta öz dilində də olsa belə dua eləyə bilər, amma səsi çıxmalı deyil. Yəni, insan elə pıçıldamalı ki, qulağa eşitdiyi tərzdə. Amma möhkəm səsən dua eləməsi namazda Azərbaycanda o onun namazını batil edə bilər. Batil edə bilər. Ona görə çalışsın, aslı səsdən qulağa eşitdiyi tərzdə öz dilində dua edə bilər. Və aleykum assalamətullah. Sual belədir ki, namazda təşəhhüd deyəndə şəhadət barmağını tərpətməlik və nəyə görə tərpədilir? Ümumiyyətlə, tərpətmək və tərpətmək barədə hədislərin demək olar ki, bərabər tərəfli hədislərdir. Amma tərpətməmək hədisləri daha üstün rivayətlərdir. Buna əsasən insan təşəhhüd deyəndə barmaqların tərpətməsə daha yaxşı olar Allahın izni ilə. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, mən 11-12 yaşlarım olanda bir qohumdan kiçik məbləğdə olsa pul oğurlamışam. İndi mən neynəməliyəm? Uşaq vaxtı elədiyimiz səhvlərə görə bizə günah yazılırmı? Mən buna görə çox narahatam. Onu da deyim ki, biraz böyüyəndən sonra o qohuma çox yaxşı eləmişəm. Özümü bununla təsəlli edirəm. Mənə nə məsləhət edəriniz? Ümumiyyətlə, uşaqlar 11-12 yaşında elədiyi günahlara görə onlara günah yazılmır. Çünki onlar həddi buluğa çatmış sayılmırlar. Və həddi buluğa çatmayan uşaqlar da elədikləri əmələ görə günah daşımırlar. Amma onlar günah daşımasalar da belə onların törətdiyi zərərləri onların vəliləri edir. Yəni, atası, anası cavabdehliyi daşıyır. Və siz əgər 11-12 yaşında az da olsa kiçik bir pul oğramısınızsa, buna görə sizə günah yoxdur. Çünki siz həddi buluğa çatmış sayılmırsınız. Amma əlhəmdülillah, böyüdükdən sonra çox yaxşı eləmişsinizsə, inşallah Allah Subhanahu Taala elədiyiniz yaxşıların əvəzini sizə qiyamət günü verəcəkdir. Amma elədiyiniz bu oğluğa görə isə inşallah ki, sizə günah yoxdur. Çünki siz o vaxtı mükəlləf olmamışsınız. Həddi buluğa çatmayan insan mükəlləf insan sayılmır. Və aleykum assalam. Sual belədir ki, bir qurum var, Yahudilərin dinini yayırlar. Qapı-qapı gəzib Yeqovanın şahidləri deyirlər bunlara. Buradan bir bacı var, çox istədiyim. Ailəmizə yaxın adamdır. Xəsiyyətini çox istəyirik. Həm də həkimdir, gözəl məsləhətlər verir. Bu bacı o dini yayır. Onunla oturub durmam günahdır, özüm müsəlmanam. Təbii ki, bu Yehova şagirdləri, bunlar Yahudilərin dini deyil. Bunlar, deməli, Nasranilərin dinini yayırlar. Bunlar Nasranilərin dinidir və onu təbliğ edirlər. Və bu, Yahudilərin heç bir əlaqəsi yoxdur. Və əgər həmən qadın Yehova şagirdliyi yolunu, təriqətini qəbul edibsə, o artıq mürtəd sayılır. Yəni, həmən tanıdığınız həmən adam, yəni yaxşı xəstəli insan mürtəd sayılır.
və siz ona bildirin ki, sən mürtəd sayılırsan, çünki sən öz dinini dəyişmirsən. Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, İnnə dini indəllahil İslam. Həqiqətən də din Allah qatında olan din İslam dinidir. Və dini dəyişən isə İslam dinində mürtəd sayılır. Sonra deyin ki, sən mürtəd sayılırsan, çünki sən dini dəyişmirsən və onunla da əlaqəni kəsin. Onunla əlaqəni kəsin. Çünki gec-gec siz də sizin dininizdən döndərəcəkdir. Ona görə əlaqəni kəsin. Onun elədiyi məsləhətdə də onun başına dəysin. Çünki kafirdən heç bir məsləhət götürülmür. Allah xüsus əgər o öz dininin təbliğatçısıdsa, yəni bu nəinki dinini dəyişmə, hətta dinin təbliğatçısıdır. Bu daha şiddətli kafirlərdəndir. Ona görə onunla əlaqəni kəsin. O cür insan heç bir məsləhətinə falan da ehtiyac yoxdur. Və aleykum assalam. Sual belədir ki, suya ruqya edib oxuyarkən hər surədən əvvəl bismillah demək lazımdır. Məsələn, 7 dəfə Fatihə oxuduqca 7-sində də bismillah demək lazımdır və bitdikdən sonra əmin demək və bir də hər surəni oxuduqdan sonra suya üfürmək lazımdır. Yoxsa surələrin hamısını oxuyub qurtardıqdan sonra cəm halında üfürülür. Ümumiyyətlə, insan fərqi yoxdur. Ruqya oxuyanda və yaxud da ki, elə-belə evdə oturur, uşağına Quran əzbərlətdir, hansısa suranı əzbərlətdirmək istəyir və yaxud da ki, yolda gedəcək üçün Quran istəyir, dilində zümzümə ilə geçsin, fərqi yoxdur. Əgər insan surəni oxuyursa, əvvəldən başlayırsa, təbii ki, Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim tələffüz eləməlidir. Amma sonra isə hər dəfə surəni yenidən təkrarlamaq istəyirsə, o zaman Əuzubillahimineşşeytanirracim, amma Bismillahirrahmanirrahim hökmən deyilməlidir. Hökmən deyilməlidir. Fatihədə də, İxlasda da, Fələqdə də, Nəsdə də. Amma əgər söhbət suya oxunan ruqyədən gedirsə, o vaxt onun təsiri ən yaxşı elə hər surəni əvvəldən oxuyanda Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil alemin. Bax, hər dəfə bunu belə təkrarlasın. Hər surənin qabağında Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim. Niyə görə? Çünki təsiri daha yaxşı olsun, təsiri daha güclü olsun. Amma oxuyandan sonra və yaxud da oxuduqdan əvvəl üfürməyə ehtiyac yoxdur. Zaten elə həmən o suyu balona doldurubsa, ona ruqya oxuyursa, elə ağzına yaxınlaşdırsın ki, ağzının nəfəsi ona dəysin, bu bəs eləyir. Yəni, üfürməyə ehtiyac yoxdur. Üfürmək sünnədə gəlib ki, insan axşam yatağına girəndə ovucunu bükür, ovucunun içinə 3 dəfə Fələq, Nəs, İxlası oxuyur və hər dəfə də beləncə üfürür dili ilə, sonra onu bütün bədəninə sürtür. Ələ üfürmək bu halda gəlib. Amma suya ruqya oxumaqdan söhbət gedirsə, elə ağzının nəfəsi suya dəymək inşallah ki, kifayət eləyir və qeyd etdiyimiz kimi hər dəfədə, hər surənin əvvəlində Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim desə, Allahın izni ilə onda daha təsirli, daha effektli olur inşallah. Və aleykum assalam və rəhmətullahi bərəkatü. Sual belədir ki, fərz namazı, yəni vacib namazı maşında qılmaq olar. Əgər səfərdəsən, oturaq vəziyyətdə qılmaq olarmı? Yəni, əgər yer yoxsa qılmağa. Sünnədən odur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm minikdə fərzi qılmayıb. Allah Rasulü minikdə səfər edib və fərzlərin vaxtı gəlində dəvədən düşüb, namazlarını qılıb, təzədən dəvəyə oturub və yoluna davam edib. Buna əsasən alimlər deyir ki, insan minikdə fərz namazını qıla bilməz. Amma məsələ sizin deyən kimidir. Yəni, minikdə gedirsən, səfərdəsən və həmçində əgər yer yoxdursa qılmağa və sürücü də saxlamırsa namazların vaxtında, bu zaman insan dəstəmazı minikdədirsə, namazın vaxtı gələndə o, hətta minikdə belə fərzi qıla bilər. Yəni, istisna yalnız bu haldır. Amma yox, yer var, saxlaya bilər, deşön saxlayar və ya da ki, arada istirahət vaxtı, elə vaxtı saxlayır ki, zöhr nəsivəti, məğrib işanı qıla bilərsinizsə, inşallah elənciyi də qılsanız daha yaxşıdır. Və aleykum assalam, Abdullah və bərəkatü. Sual belədir ki, istixarə namazı qılarkən istixarə duasını hansı yerində oxumalıyıq və əgər əzbərdən bu duanı bilmiriksə, namazdan dərhal sonra mı oxumalıyıq? Allah elimizə bərəkət versin, Allah razı olsun.
Bəli, insan istixara namazı qıldığı zaman istixarəni nə zaman oxumalıdır? Əhl-i alimləri deyir ki, salamı bitirdikdən sonra. Yəni, salam bitirdikdən sonra insan istixara duasını eləməlidir. Əgər əzbərdən bilmirsə, eyib etmir, açsın kitabı və kitabdan oxusun, sadəcə həmən ehtiyac olan yerində isə öz ehtiyacını desin. Namazı bitirdi, yəni istixara namazı 2 rükət qıldı, salam verdikdən sonra açsın kitabını və istixarənin duasını eləsin. O da namazdan dərhal sonra olur. Yəni salam verdi və əstəğfurullah, əstəğfurullah deyib eləmir, zikirlər eləmir, dərhal kitabı açır, oradan istixarə duasını oxuyur. Və aleykum əssalamətullah. Sual belədir ki, cənnətdə Peyğəmbərimizi sallallahu aleyhi və səlləm və onun sahiblərini görəcək kimi, bəli, əgər hansı birimiz cənnətə ilk girənlərdən olsun və ya da ki, cənnətə ən sonuncu girənimiz olsun, həmən insan Muhammed sallallahu aleyhi və səlləmi və onun sahabələrini, Abu Bəkri, Öməri, Osmanı, Əlini, Talhanı, Zubeyri, Həsəni, Hüseyni, Bilalı, Həmzəni və digər sahabələri görəcəkdir Allahın izni ilə. Və nəinki Allahın, Rasulunun və onun sahabələrini, hətta Allah subhanahu wa ta'aləni belə cənnətə düşən görəcəkdir. Və cənnətin ən böyük neməti isə təbii ki, Rəbbini görməkdir. Və kimlərsə Rəbbini hər gün görəcəkdir, kimlərsə yalnız cümədən və arada bir görəcəkdir. Və bu da cənnətin fəzilətidir ki, birinə bu cür qismət olacaq, birinə isə bu cür. Biz Allah subhanahu wa ta'ala dua edir ki, Allah subhanahu wa ta'ala bizi cənnətdə Muhammed sallallahu aleyhi ve sellem onun sahabələrindən bir eləsin. Və həmçində Allah subhanahu wa ta'ala ilə qarşılaşmağı, onu görməyi bizə cənnətdə tez-tez nəsib eləsin. Amin. Və aleykum əssalamətullah. Sual belədir ki, bilir ki, valideynlərin övlad üstündə haqqı çoxdur. Valideyn üçün dua edəndə olarmı ki, bu şəkildə demək ki, Allahım onlara xeyir, hidayət və asan qocalıq nəsib elə. Söhbət yaşlıların kaprizlərindən gedir. Bizə və onlara asan olsun. Bəli, belə dua etmək olar. Ən yaxşı isə insan özü üçün bu duanı eləməsidir. Necə hədislərdə gəldiyi kimi, Allahumma inni a'udhuka minəl buxli və minəl cübni və minəl buxli və minəl haram. Və haram həmən o deməkdir. O, pis qocalıq deməkdir. Yəni, bu, Allah Rasulun duasında gəlib ki, Allahım, mən sənə paxıllıqdan, qorxaqlıqdan və pis qocalıqdan sənə sığınam. Çünki qocalanda əksər insanlarda artıq qocalığı ahıl yaşında çox pis keçirirlər. Hətta müəyyən murdar əməllər edirlər, çirkin əməllər edirlər, hətta uşaqdan aşağı belə bəzi əməllər edirlər. Yəni, bəli, biz öz valideynlərimiz üçün bu duanı edə bilərik, amma ən yaxşı isə valideynlər özləri üçün bu duanı eləsələr, inşallah daha yaxşı olardı. Amma biz isə, bəli, bu duanı edə bilərik ki, ey Allahım, mənim üçün, mənim valideynlərimə onlara hasan qocalıq nəsib elə, bu duanı eləmək olar inşallah ki. Və aleykum əssalamətullah. Sual belədir ki, ticarətlə məşğul olanlar çox vaxt yalan danışırlar mallarını satmaq üçün. Bu nə dərəcə doğrudur? Xeyr, bu olmaz, bu haramdır, bu günahdır. Çünki ticarət edən zaman malın satılması üçün yalan danışmaq böyük günahlardandır. Hətta Allah Rasulun s.ə.v-in tacirlər bir tövsiyəsi var ki, ey tacirlər, siz bir çoxlu sədəqə edin, çünki sizin ticarət etdiyiniz zaman ticarətinizə çoxlu yalanlar qonur. O yalanları uzaqlaşdırmaq üçün, o xataları uzaqlaşdırmaq üçün siz öz mallarınızdan sədəqə edin. Yəni, bu deməkdir ki, insan ticarət edəndə bilərəkdən və bilməyərəkdən yalan danışa bilər. Və bəzi hallarda düzdür, əksəriyyət yalanla daha çox üstünlük verirlər. Amma hətta insandan bilməyərəkdən belə yalan çıxa bilər. Ona görə insan belə etməli deyil, tacir bu cür yola əl atmalı deyil, əksinə olaraq mütəmadi olaraq öz malından Allah üçün sədəqə eləməlidir ki, onun ticarətinə qopan, yəni bilərəkdə və bilməkdə olan yalanlar bu sədəqələrlə Allahın izni ilə təmizlənsin. Və aleykum əssalamətullah. Sual belədir ki,
İslamda qadının kişi üzərində hansı haqları var və kişinin qadın üzərində hansı haqları var? Qadın ailədə üzərinə düşən əsas məsələlər hansılardır? Əməl salih cənnət qadınların olmaq üçün nə etməliyik? Bu haqda dərs varsa və ya geniş məlumat varsa məlumatlandırardınız. Düzdür, bu barədə geniş dərslər var. Əlhəmdülillah, YouTube-da bizim qardaşların dərsi var. Amma biz qısaca olsa bir xatırlama edəcəyik Allahın izni ilə. Bəli, İslamda qadın və kişi haqları vardır. Yəni, ər və arvadın bir-birləri üzərində haqları vardır. Ona görə İbn Abbas radiyallahu anhudan soruşanda ki, sən qadın yoldaşından bütün haqlarını tələb edirsən, dedi, xeyr. Mən yoldaşımdan bütün haqlarımı tələb eləmirəm. Ona görə ki, mən ondan tələb eləsəm, o mənim haqlarımı ödəyər, amma mən onun haqlarını ödəyə bilmərəm. Bu deməkdir ki, bəli, kişinin haqları varsa, qadın haqları ödəmək bacarığındadır. Hansılardır kişinin haqları? Kişinin haqları odur ki, qadın ibadət eləsin, Allah və Rasuluna tabi olsun, ərinə itaat eləsin, ərin sözündən çıxmasın, ərinin malını, mülkünü hifz eləsin, malını israf eləməsin, ərinin övladlarına İslam tərbiyəsi versin, ərinin valideynlərinə qayğı göstərsin, xidmət göstərsin, əgər evdə yaşayırlarsa və ya da qonaq gəlirlərsə və əri evdə olmadığı zaman ərinin istəmədiyi, sevmədiyi insanları evinə buraxmasın. Yəni, bəsit bir haqlardır. Amma qadın da kişi üzərində haqları isə, bəli, ona qayğı göstərmək, ona sevgi göstərmək, onun maddi məsrəflərini ödəmək, əyin başını yeməyini, içməyini, xəstəlik və s. nə ki problem varsa onun həlli eləmək və onun uşaqlarına qayğı göstərmək, hətta başqa kişidən dilərsə uşaqlarına qayğı göstərmək və qadının ata-anasına qayğı göstərmək, necə ki qadın onun ata-anasına qayğı göstərir və onun tələbatını ödəmək. Onun tələbatını ödəmək. Yəni, maddi və mənəvi tələbatını ödəmək. Baxın, görün, müqayisə eləyəndə qadın kişinin haqlarını ödəyə bilir. Amma əksər hallarda isə kişi qadın haqqını ödəyə bilmir. Tutam ki, qadın əgər məsəl üçün bir neçə tələbatı varsa, kişi onları almaya da bilir. Pulum yoxdur, bunu alaq, pulum yoxdur, onu alaq. Amma qadın bütün haqlarını ödəyib. Amma kişi isə müəyyən vaxtlarda qadının müəyyən haqlarını ödəyə bilmir. Onun İbn Abbas radiyallahu dediyi haqq, bax, yerinə gəlib çıxır. Amma o ki, qaldısa ki, bir qadın əməli salih cənnət qadını olmaq istəyirsə, o zaman bu məsələlərə diqqət yetirsin. Yəni, qadının cənnətə gedən yeri evindəndir. Qadın evində nə qədər çox olarsa, bir o qədər qadın iffətli olur. Bir o qədər dinini qorumuş olur. Qadının cənnətə yolu bayırdan deyil, evinin içindəndir. Yetər ki, qadın Allah və Rasuluna itaat eləsin, namazın qılsın, orucun tutsun, sədəqəsini versin və ərinə itaat eləsin, ərinin sözündən çıxmasın və ərinin malına, mülkünə hifz eləsin, israf eləməsin və onun övladlarına İslam tərbiyəsi versin və onun yaxınlarına, qohumlarına qayğı və sevgi versin. İnşallah buna rəayət eləyən qadın Allahın izni ilə inşallah ki, cənnət əhlindən olar. Məsələ əməl salih, qadın sifətləri də məsələ budur. Və aleykum əssalamətullah. Sual belədir ki, yaxın qohumum cənazədə iştirak edibdi. Dəfindən sonra hamı gedib qəbrin yanında dayanıbdı. Biraz məsafədən bir nəfər ağ geyimdə saqqalı 3 adam gəldi, sonra yox oldu. Dedi qohumlara danışdıqda dedilər, sorğusal mələki gəldi. O olacaq, sorğusal mələk gəlibdi, o olacaq. Bu düzdürmü? Mələklər gözə görünə bilərmi? Nur kimi ağ işığı birisi idi, dedi. Xahiş edirəm ki, ümumiyyətlə, keçən dəfədə müraciət edəndə bildirdik ki, sualı yazanda qrupa göndərməmişdən qabaq yazdığınızı bir daha oxuyun. Görün ki, siz bunu kiməsə yazırsınız, həmən adam burada nə başa düşə bilər?
nə başa düşə bilər? Çünki sualı başa düşmək alimlər deyir ki, cavabın yarısı deməkdir. Həqiqətən də həm hərflərin tam yerində olmaması, həmçində vergülü nöqtənin yerində olmaması, həmçində fikrin tamamlanmaması bizə bu sualı düzgün başa düşməyə mane olur. Hətta bəzi suallar olur ki, biz onu bir neçə oxuyub, hətta silirik ki, yəni başa düşə bilmirik sualı. Yəni bu sual da həmən suallardan biridir ki, nə vergülü yerində deyil, nə nöqtəsi yerindədir, nə hərflər tam yerində deyil. Yəni mən elə başa düşdüm ki, bu sualdan bir nəfər qohumlarının dəfində iştirak edəndən sonra gəlib qəbrin yanında dayanıb və onun yanına ağ geyimli və saqqallı üç adam gəlib. Üç adam gəlib və sonra isə qohumlar danışa dedilər ki, soru-soru gələn mələklər gəlib. Yəni, bu mələk ola bilər və mələk insanın gözündən görsənilmir. Mən elə başa düşdüm ki, bu budur. Sual bundan ibarətdir. Əgər sual budursa, bu insan, kimsə bunu deyirsə, o yalancı insandır. Ona görə ki, harada yazılıb ki, mələklərin üzündə saqqal var. Bu bir. Və harada yazılıb ki, mələklərin üzü ağ nur işıqlı idi. Bəli, hədislərdə gəlir ki, mələklər nurdan xəlq olunub. Amma ağ işıqlı nur olması isə heç yerdə gəlməyib. Allah, xüsusi saqqallı olmaq heç yerdə gəlməyib. Və həmçində burada başqa bir yalan var həmən insanın tərəfindən ki, soru-soru gələn mələklər 3 nəfər deyirlər, 2 nəfərdirlər. Münkər və nəkir. Və onlar da qəbri ziyarət edənlərlə soru-soru eləmirlər. Onlar qəbirdə yatanla soru-soru edirlər. Yəni, insan qəbrə qoyulandan sonra bütün insanlar gedir, ən axırıncı insan getdikdən sonra, qəbrin üstündən ən axırıncı insan getdikdən sonra Münkər və Nəkir adlı mələk gəlir və onu otuzdururlar qəbrində və onunla soru-soru edirlər. Və bu insan dedikləri 3 mələk, saqqallı, belədir, elədir, bunlar hamısı yalan və iftiradır və bu insan da yalancılardandır. Ya da ki, bu insan cinli insandır, özü cindar insandır ki, bu kimi şeylərin özü məşğul olur. Və yanına gələn gedənlər də cinlər ola bilər və insanlara bu cinləri mələk kimi təqdim edir. Allah qorusun, Allah sığınırıq və elə insanlara təsəvvür edir ki, yəni bu insan salih insandır, bunun gözünə mələklər görsənirək və s. Amma əslində ki, bu insan özü cindar insanlardandır, Allah qorusun. Aleykum assalam. Sual belədir ki, Quranın tərcüməsini hər kim tərcümə edibsə oxumaq olar mı? Məsələn, mən Ziya Bünyadovun tərcüməsindən oxuyuram. Quranın tərcüməsi Quran kitabı demək deyil. Quranın tərcüməsi Quranın Azərbaycanda mənaca tərcüməsi deməkdir. Və burada da tərcümə edən insanda müəyyən xüsusiyyətlər olmalıdır. Yəni, həmən insan təkcə ərəb dili bilməsi kifayət etmir. Tərcümə edən, Quranı tərcümə edən insanda həm ərəb dili mükəmməl olmalıdır və həmçində şəriəti mükəmməl bilməlidir ki, orada bəzi terminlər lüğəti yox, islahi mənadadır. Ona görə bizə keçən dəfə soruşanda ki, biz Ziya Bünyadovun tərcümə edib Quranı oxuyaq olsa yox və biz tövsiyə elədik ki, ən yaxşı tərcümə Əlixan Musayevin Mədnədə çap olunan Quran tərcüməsidir. Çünki həmən Quran tərcüməsini Mədnədə oxuyan təxminən 8-9 dənə qardaş yoxlayıblar və onun son ayəsinə kimi dəqiqliklə bütün xatalar çıxarılır, bütün əqidə məsələlər orada düzəlir və ən gözəl Quran tərcüməsidir Azərbaycan dilində Əlixan Musayevin Mədnədə çap olunan Quran nüsxəsi. Və aleykum assalam. Sual belədir ki, bir arzumuzun həyata keçməsi üçün oxunacaq dua varmı və yaxud da surə? Yox, konkret olaraq hər hansısa bir arzunun yerinə yetirilməsi xüsusi dua və surə yoxdur. Sadəcə onun səbəbləri vardır. Əgər insan hər hansısa bir arzusunun yerinə yetirməni istəyirsə, bəli, onun səbəblərindən düzgün istifadə eləməlidir. Yəni, səbəb mühüm məsələdir. Bəli, insan Allah Subhanahu dua eləyə bilər, ümumi mütləq dualardan eləyə bilər, həmən arzusunun yerinə yetirilməsi üçün. Yəni, çoxlu itaat eləməlidir, ibadət eləməlidir, çoxlu dualar eləməlidir və həmçində əsas məsələ səbəbləri düzgün tutmalıdır.